Badımcan, bu da ocaq. Deməli biz nə edirik? Yay fəsil yaşayırıq. Ləzzətli bir təyam gəlir. Adını şərhlərdə yazmağı unutmayın. Yallah, başlayaq. Deməli ilk növbədə bizə lazımdır. Əlbəttə badımcan, toyuğun döşəti, duru yağ, ərinmiş yağ, pomidor, mozzarella pendiri, o cümlədən də duz, istiyoz, sarı kök. İlk öncə toyuğun döşətini kubik doğrayırıq. Tavaya biraz duru yağ əlavə edək. Doğranmış toyuğu tavaya əlavə edək burada. Ətimiz qovrulana qədər keçək badımcana. Badımcan içini təmizləyirik. Badımcan içi təmizləndi. Bax belə. Qısa bir fasilə ilə ovada bir möhtəşəm bir kampaniya var. Onun haqqında mən sizə məlumat vermək istəyirəm. 10 ilin qonşusu olan obaya növbət dəfə alış-verişə gəlmişəm. Eşitdim yenə oba nəsə sürpriz edir. Dedilər bu dəfə Oba Plus mobil tətbiqində yeni obi kampaniyası başlayır. Kampaniya əsasən ən azı 5 manatlıq alış-veriş etdikdə bir obi qazanırsınız. Topladığınız hər 5 obi isə sizə 1 manatlıq bonus qazandırır. Bir müştəri ay ərzində maksimum 6 AZM bonus əldə edə bilər. Bəs siz nəyə gözləyirsiniz? Əgər siz də obada hər gün alış-veriş edirsinizsə, bu kampaniya məhsul üçündür. Elə indi Oba Plus tətbiqindən yararlanın və hər alış-verişinizi daha sərf edin. Obadan gəldim. Yemək pişirməyimiz davam edir. Bir atça tavaya yağ əlavə edək. Duz, istiyoz, sarı kök gəlir. Sarı kök əlavə edək. Biraz gözəl görsənsən tama gəlsin. Badımcanı tuzlayaq, istiyotlayaq. Keçdi pomidora. 2 dənə kubik yağ. Badımcanları qoyaq belə gözəl. Yağ ərisin, pomidorlar yumuşanana qədər gözləyək. Soyuğun döşətlərini əlavə edək bura, bax belə. Mozzarella pendiri gəldi. Rəylərdə yazın görə bu mozzarella sözünü hardan götürüb pendiri əlavə edə bilər. Mən çox maraqlıdır. Gedək dadına baxaq. Bismillah. Ciddi deyirəm, çox möhtəşəmdir. Hər kəsə tövsiyə edirəm ki, yay fəslində məhz belə bir təamdan hazırlasınlar. Göz haqqınızı da halal edin. Mən getdim.